Xeyr, 24-ün efirində xəbər vaxtıdır. Studiyada Günel Mözmuvadır. Hər vaxtınız xeyir, bu saatın əsas xəbərlərindən keçək. Bu dəfə də Maskat səssiz diplomatiyanın ünvanına çevrilib. Belə ki, İranın Xarici İşlər Naziri Abbas Araqçı Oman paytaxtında səfərdədir və artıq Amerika Birləşmiş Ştatları İran danışıqları başlayıb. Qeyd edək ki, bu danışıqlar iyun ayında İsrail ilə İran arasında 12 günlük müharibədən sonra Amerika Birləşmiş Ştatları ilə İran arasında ilk rəsmi görüşdü. Danışıqlar regionda hərbi siyasi gərginlik fonunda keçirilir. Bəs prosesin nəticələri ilə bağlı hansı mümkün ssenarilər var? Ekspertlərin şərhi var, izləyək. Bir tərəfdə İranın uzun illərdir nüvə masasında dəyişməyən siması Abbas Araqçı, digər tərəfdə isə Vaşinqtonun mesajlarını açıq şəkildə çatdıran Birləşmiş Ştatlar nümayəndə heyəti. Söhbət Omanda Birləşmiş Ştatlar İran danışıqlarından gedir. Belə ki, Araqçı Birləşmiş Ştatlarla nüvə danışıqları çərçivəsində Oman paytaxtına səfər eləyib və artıq dialoqun başladığı da qeyd olunur. Görüşdə Birləşmiş Ştatlar prezidentinin xüsusi nümayəndəsi Steven Witkoff və prezident Donald Trump'ın kürəkəni Jared Kushner iştirak edir. İndi əsas məsələ tərəflərin masadan necə qalxacağıdır. Analitiklər Oman platformasında iki ssenariyə diqqəti çəkirlər. Belə ki, əgər görüşlərdən sonra hər iki paytaxt daxili auditoriyaya biz geri çəkilmədik mesajı verə bilsə, bu prosesin davamı üçün minimal zəmin yaradacaq. Əks halda isə vəziyyətin başqa cür ola biləcəyi də istisna edilmir. Bu bir növ xəbərdarlıq siqnalıdır. Yəni diplomatiya işləməsə, alternativ ssenari hazırdır. Və İran isə öz növbəsində geri addım attığını göstərmək istəmir. Əgər tərəflər nüvə zənginləşdirmə səviyyəsinin məhdudlaşdırılması və beynəlxalq nəzarətin bərpası üzrə razılığa gələ bilsələr, bu yaxın şərqdə gərginliyin müəyyən qədər azalmasına səbəb ola bilər. Amma razılaşma əldə olunmasa, risklər sürətlə artacaq. Hərbi toqquşma ehtimalı yüksələ bilər, xüsusilə dənizdə və ya proksi qüvvələr vasitəsilə qarşıdurmaların intensivləşməsi mümkündür. Güman edilir ki, Tehran indiki məqamda öz mövqeyində dayanacaq. İran üçün əsas məsələ sayılan nüvə proqramının çərçivədə saxlanması müzakirə oluna bilər. Amma raket proqramı və regiondakı təsir mexanizmləri qırmızı xətt olaraq qalır. Çünki bu mövzular artıq texniki yox, geosiyasi çəkindiricilik alətidir. Ekspertlərin fikrincə, İslam Respublikası yaxşı anlayır ki, bu kartları masaya qoymaq regional balansı zəiflətmək deməkdir. Amerika Birleşik Devletleri'nin uzun yıllardır müttefiki pozisyonda bulunan NATO ülkeleriyle de yani Avrupa ile de karşı karşıya olduğu bir süreçten de geçtiğini bildiği için İran masaya bu bilgilerle oturacaktır. Ancak Amerika Birleşik Devletleri de biliyor ki İran mümkün mertebe savaştan kaçınmak istiyor. Yani her iki tarafında sıkıntılı olduğu, her iki tarafında çatışmadan kaçınmak istediği bir dönemde böyle gerilimli bir müzakerenin nasıl bir sonuç doğuracağını ancak bekleyip göreceğiz. Beləliklə, Maskatda aparılan təmaslar sadəcə iki ölkə arasında texniki nüvə müzakirəsi deyil. Bu, regionun gələcək təhlükəsizlik arxitekturası ilə bağlı test mərhələsidir. Tərəflər Oman platformasında kompromis dili taparsa, yaxın şərqdə temperatur müəyyən qədər enə bilər. Əks halda hərbi ritorikanın real addımlarla əvəzlənməsi ehtimalı artacaq. İndi sual razılaşmanın olub olmayacağından çox tərəflərin nə qədər geri addım atmağa hazır olduğudur. Çünki bu proses ya nəzarət olunan sabitlik yaradacaq, ya da onsuz da gərgin olan bölgəni daha mürəkkəb və riskli mərhələyə daşıyacaq. Maskat görüşləri məhz bu yol ayrıcında baş verir.